Salam dostlar, sizə bu günləri el arasında hamının kirbovka kimi bildiyi, yəni yan zoğlar necə ağacda almaq olar, onun haqqında məlumat verəcəm. Gördüyünüz kimi bu gilas ağacıdır. Məsəl üçün bu tərəfdən, sağdan və soldan öndən budaq almışıq, qalan tərəflərdən isə budaq ala bilmirik. Bunun üçün biz nə etməliyik? Gördüyünüz bu tumurcuq hissəsinin üstündən belə deyək, rezakla eləmirik, yəni nətər deyərlər, najovka ilə eləmirik ki, çox da belə deyək, dərin kəssək, kitrə verə bilər oradan. Belə bir xət atırıq və sonra giberellik tərkibli, belə deyək, dinam, sonra promalin alırıq, bir 20 milligram. Onu da hardasa daha effektiv olsun deyə yarım litrdə qarışdırıb həmin kəsdiyimiz yerə fıskırtırıq suyu. Onu mən belə deyək, zoğun, tumurcuğun altından elədikdə isə bu tumurcuğun inkişafı dayanır. Bildiyiniz kimi ağac mart ayında kökdən yuxarı doğru qida maddələrini daşımaqla məşğuldur. Biz çəkdikdə buranı bu tumurcuqdan yuxarı qalxanlar dayanır və buradan budaq atacaq önümüzdəki illərə. Praktiki cəhətdən bunu necə edirlər, mən sizə göstərəcəm. Gördüyünüz kimi bu xurma ağacıdır. Demək olar ki, budaq ala bilməmişik, yəni qazlar yeyib, sınıb necə olubsa, ikinci ildə artıq. Bu qələmin üzərində həmin prosesi biz həyata keçirtəcəyik. Gördüyünüz kimi bu hissədən biz bu tərəfə budaq almaq istəyiriksə, oranı çərtirik. Ağacın hissəsi göründü, dayanırıq. Və həmin əlimdə də bu giberellik tərkibli mayedir. Keçirik o biri tərəfinə. İndi məsəl üçün aşağıdan bu tərəfə doğru almaq istəyirik. Beləcə çərtirik və hasilatımızı vururuq. Sonra yenə yuxarıdan bu tərəfə doğru çərtirik. Bu şəkildə inşallah bu tərəflərdən də yan zoğları əldə edəcəyik.